Salam, bugün sizinlə bir suala baxacağıq. Sual oxuyaq. Radiusu R olan silindrik kosmik gəmi öz oxu ətrafında omega bucaq sürəti ilə fırlanır. Gəmidəki hovuzun dərinliyi h-dır. Hovuzun dibi isə gəminin yan divarıdır. Kosmonavt bu hovuzda üzə bilərmi? Kosmik hovuzun xüsusiyyətlərini təsvir edin. Təsvir edək. Çəkdim. Biraz pis oldu ama olsun. Bu üstten görünüşüdür. Bu kosmik gəminin yan divarı, bu isə suyun səthidir. Mənə görə belə görsənir. Omega bucaq sürəti ilə bu istiqamətdə fırlandığını fikirləşək. İndi deyir ki, R gəminin daxilindən yan divarına qədər olan hissə, yəni radius, H hovuzun dərinliyi. Hovuzun dərinliyidəki H yazaq. Davam edək. Hovuzda üzən L uzunluqlu çubuğun yuxarı hissəsinin delta qədər suyun üzərində qaldığını bilərək çubuğun sıxlığını müəyyən edin. İndi burada bizdən çubuğun sıxlığını istəyir, sual qoyaq. Çubuğumuzu qeyd edək. Delta qədər suyun səthində qalır. L çıx delta qədər də suyun daxilində qaldığını düşünək. İndi isə həllinə keçək. Şəkli bir qırağa qoyaq. İndi mərkəzindən götürülmüş hər hansı bir məsafədə bu mərkəzə qaçma təzini tapaq. Bu da bərabər olacaq omega kvadratı x. Daha sonra yazırıq. Tarazlıqda olduğunu fikirləşərək F ağırlıq bərabərdir suyun təsir etdiyi F Arximed qüvvəsinə bərabər olmalıdır ki, tarazlıqla qalsın. Bunları biz inteqrallama ilə tapacağıq. F ağırlığı tapaq birinci. F ağırlığı bərabərdir. Sərhədləri çəkək. Sərhədimiz buradan bura olacaq. Oradan ora birinci bu nöqtə üçün yazaq. İntegral o nöqtə üçün R çıx H çıx delta. Üst sərhədimiz üstünə L gələcək bəsdir. R plus L çıx H çıx delta. İnteqralın içində isə dm kiçik bir hissənin kütləsi vurulsun A. Mərkəzə qaçma təcili. Burada A'yı nəyə bərabər olduğunu yazdıq. dm. dm nədir burada? dm bərabərdir S çubuğun enkəsinin sahəsi vurulsun rho çubuğun sıxlığı vurulsun dx kiçik bir hissə üçün tapdığımıza görə dx götürürük. İndi bu f ağırlığı sabitləri çölə çıxarıb yekun integral yazaq. Bərabər olur s sabit olanlar vurulsun rho vurulsun a'dan çıxır omega kvadratı integralımız R çıx H çıx delta. R plus H R plus L çıx H çıx delta. İntegral daxilində bir dənə x vurulsun dx qalır. F ağırlığımız buna bərabərdirsə, indi F Arximedi tapaq. F Arximed də bərabərdir. Burada sadəcə təzədən yazmaq istəmirəm, ona görə burada göstərəcəm. Burada bir dənə sıxlıqlar fərqli olacaq. Cismin sıxlığı yerinə suyun sıxlığı olacaq. Yəni S vurulsun rhosu vurulsun omega kvadratı. İntegral daxilində bir də sərhədlər fərqli olacaq. Suyun sərhədini buradan bura götürəcək. Bura üçün yazırıq. R çıx H. Bura üçün yazırıq. Yəni eyni sərhəd olduğu üçün R plus E çıx H çıx delta. Yenə daxildə eyni kəmiyyətlər qalır. Dx. İndi isə riyazi hissəsinə keçək. Hər şey yazdığımıza görə. İndi bu ikisini bir-birinə bərabər eləyəcək. Burada s'lər ixtisar gedir. Omega kvadratları ixtisar gedir. Burada qalır
Rho-su integralı da çölə çıxaracam. Vurulsun mötərizə daxilində üst sərhəd plus L çıx H çıx delta. Bunun kvadratını çıxacaq. R çıx H-ın kvadratı. Bu da bərabər olacaq F ağırlığa, yəni ixtisar apardıq bu arada. Rho vurulsun mötərizə daxilində R plus bir mötərizə daha R plus L çıx H çıx delta. Bunun kvadratı çıxılsın R çıx H çıx deltanın kvadratı. İndi mən promoy burada gördüyünüz şeyi aşağı qoyacam. Düsturu götürürük və bura qoyuruq. Bunu silək. Bir də bunu silək. Altdan bir dənə xətt çəkək, bölmə olduğunu göstərək. İndi qaldı yekun riyaziyyat. Bunu biz şey kimi göstərə bilərik. A kvadrat çıx B kvadrat kimi. Bunun da riyaziyyatdan çıxarılışı A çıx B vurulsun A plus B olacaq. Buna görə riyazi hissəmizi yazacaq. Birinci Rho-su vurulsun üst hissəyi yazırıq. Çıx olan hissə. L-lər, H-lar gedəcək. Qalacaq. Vurulsun L çıx delta qalacaq. Bununla vururuq bunların cəmlə. Yəni R 2R çıx 2H plus L çıx delta qalır. Daha sonra bunu da bölürük. Aşağı üçün yazaq indi. Deltalar getdi, qalır. R də getdi, bir də L qalır. L vurulsun mötərizə daxilində hamısını toplamalıyıq indi. 2R çıx H 2H çıx 2 delta plus da L. Belə bir ifadə qaldı. İndi bunu sadələşdirəcəm, tam sadələşdirəcəm. Yazaq bura Rho. Bu da bərabər olacaq. Buradan çıxan L-lər belə götürək. Rho-su vurulsun mötərizə daxilində 1 çıxılsın delta bölünsün L. O biri hissəsi üçün plus çıx. Deməli buradan bir dənə çıx qoysuq, üstünə gəlməliyik. 1 plus delta bölünsün 2R çıx 2H çıx 2 delta plus L. Bu qədər. Abunə olmağı unutmayın. Bir sonraki videolarda görüşənədək. Sağ olun.